Vaxtınız xeyir olsun. Bildiyiniz kimi bugün 14 iyul müəllimlərin işə qəbulu imtahanının birinci günüdür və imtahanda iştirak edən müəllimlərimiz var. Sağ olsunlar. İmtahandan çıxan kimi bizimlə düşən mövzuları paylaşıblar və mən də sizlərlə paylaşmaq istədim. Deməli, düşən mövzular qiymətləndirmə meyarları ilə bağlı 2 sual olubdur. Səhv etmirəmsə, 2 dənə sual görülübdür. Qiymətləndirmə meyarı ilə bağlı uyğunluğu istəyibdir. Yəni uyğunluğu deyib müəyyənləşdir. Yəni qiymətləndirmə meyarları dərsin məqsədinə uyğun olması mütləqdir. Yəni orada uyğunluğu istəyibdir. Təlim nəticələrinə, dərsimizin məqsədinə uyğun olmalıdır. Və bu istiqamətdə 2 sual görülübdür və sualların tam versiyası gün ərzində kanalımızda paylaşılacaq. YouTube kanalımıza abunə olun ki, suallardan xəbərdar olasınız. Sonra effektiv rəy ilə bağlı sual düşübdür. Müəllimin verdiyi hansı rəy şagirdin inkişafı üçün effektiv olar kimi sual ünvanlanıbdır və orada artıq variantlarda müəllimlərimiz vurğulayıblar. Ümumiyyətcə müəllimlər belə bir şey deyim ki, sualların çətinlik dərəcəsi belə deyək də hər bir müəllimin yaza biləcəyi səviyyədə olubdur. Yəni bizim müəllimlər 16 dənə, 17 dənə düzgün cavab yazan müəllimlərimiz var və onların paylaşdığına, dediklərinə əsasən bu fikri yürüdürəm. Sonra müəllim-valideyn münasibətlərindən sual düşübdür, situativ sual olubdur. Yenə də deyirəm, sualların tam versiyası kanalımızda paylaşılacaq. Kanalımıza abunə olun ki, həmin suallardan məlumatda olasınız. Planlaşdırma ilə bağlı sual görüblər. Sonra idrak taksonomiyasından 2 dənə sual olubdur. 2 sual idrak sahədən olubdur. İnformatika müəllimlərinə düşübdür, səhv etmirəmsə. Nəsə hazırlamaq kimi belə bir sual veriblər. İndi yenə də suallar paylaşılacaq, məlumatda olacaqsınız. Sonra qrup işləri ilə bağlı sual olubdur. Qrup işi ilə bağlı sual necə olubdur? Təxmini belə bir sual düşübdür ki, yəni qrup fəaliyyəti var. Şagirdlərə müəllim qrup işi veribdir, qrupda işləyirlər və qrup işinin nəticəsi olaraq müəllim bir şagirdin fəaliyyətini ön plana çəkir. Burada yanlış olan nədir? Yəni burada yanlışı artıq müəyyənləşdirəcəksiniz variantlarda. Əminəm ki, hər bir müəllim variantları diqqətlə oxusa, bu variantı düzgün götürə bilər. Və müəllimlərimiz, iştirak edən müəllimlərimiz dediyinə görə suallar yazıla biləcək səviyyədə olubdur və sizlər də hər birinizə uğurlar arzulayıram. MİQ imtahanda iştirak edəcək müəllimlərimizə. Kanal izləmədə qalın, suallar bu kanalda paylaşılacaq müəllimlər. Diqqətiniz üçün təşəkkür edirəm.